Son bir ildə Azərbaycanda teatr tamaşalarının sayı artsa da tamaşaçıların sayı azalıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Rəsmi məlumata əsasən ötən il ölkə üzrə 3764 tamaşa nümayiş olunub. Bu göstərici əvvəlki illə müqayisədə 119 tamaşa çoxdur. Lakin tamaşa sayındakı artım tamaşaçı marağında öz əksini tapmayıb. Belə ki, son bir ildə tamaşaları 419100 nəfər izləyib. Əvvəlki il bu rəqəm 430100 nəfər olub. Qeyd edək ki, hazırda Azərbaycanda 29 dövlət teatrı fəaliyyət göstərir. Bakı şəhərində ən çox tamaşa Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunub. İl ərzində burada 522 tamaşa göstərilib və ümumilikdə 40400 nəfər tamaşaçı zalları doldurub. Paytaxtdan az tamaşa İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnələşdirilib. Burada cəmi 9 tamaşa nümayiş etdirilib və tamaşaları 2,9 min nəfər izləyib. Regionlarda fəaliyyət göstərən teatrlar arasında Lənkəran Dövlət Dram Teatrı fərqlənib. Burada il ərzində 206 tamaşa göstərilib. 20800 tamaşaçı səhnə əsərlərini izləyib. Ən az tamaşa isə Naxçıvan Dövlət Uşaq Teatrında olub. Cəmi 24 tamaşa, 500 tamaşaçı. Bakıda fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrında isə il ərzində 300 tamaşa nümayiş olunub. Azərbaycanda fəaliyyət göstərən teatrlarda nümayiş etdirilən tamaşaların və tamaşaçıların sayı bu şəkildə olub.